Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli, bugün sizlərə natural ədədlər bölməsinin izahını verəcəm. Gəlin, baxaq görək natural ədəd nədir? Natural ədəd bizdə, natural ədədimiz bizdə saymaq üçün istifadə etdiyimiz ədədlərə natural ədəd deyirik. Natural, nə üçün istifadə edirik? Saymaq üçün. Saymaq üçün. Bir də natural ədədimizi həm saymaq üçün istifadə olunur. Ümumiyyətcə istifadə olunan tərifi belə də verə bilərik. Natural ədəd həm saymaq üçün istifadə olunan ədədlərdir, həm də nəyinsə sırasını göstərmək üçün. Deyək ki, məsəl üçün, hər hansı bir əşyanı sayarkən başlayırıq saymağa. 1, 2, 3, 4, 5 və gedir bu sonsuza doğru. Bir də hər hansı nəyisə sıra nömrəsini göstərmək üçün biz natural ədədlərdən istifadə edəcəyik. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci, 10-cu, 100-cü, milyonuncu. Bu bizdə oldu natural ədədlər. Bunlar oldu bizdə natural ədədlər. Məsəl üçün bir natural ədəd yazıram. Deyək ki, 1783. Bax, bizim bu natural ədədimiz. Biz bu natural ədədi yazmaq üçün nələrdən istifadə etdik? 1-dən, 7-dən, 8-dən, 3-dən. Düzdürmü? Natural ədədi yazmaq üçün istifadə etdiyimiz simvola biz deyirik rəqəm. Rəqəm. Bizim ümumi 10 dənə rəqəmimiz var. Baxaq. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bizim 10 dənə rəqəmimiz var. Biz bütün natural ədədləri yazmaq üçün istifadə edəcəyimiz rəqəmlərimiz 10 dənə. Bunlardan istifadə edəcəyik. Heç bir əlavə simvoldan istifadə etməyəcəyik. Bunlar oldu bizdə rəqəmlərimiz. Sonra gəlir uşaqlar. Natural ədədlərin onluq sayı sistemində yazılışı. Məsəl üçün, gəlin sizə bir nümunə yazım. Misal yazım, baxaq. Deyək ki, 23, düzdürmü? 23'ü biz necə yazırıq? Mərtəbə vahidlərinin cəm formasında deyəndə 2 vurulsun tək 10. 10. Üstə gəlinsin 3 vurulsun 1. Cavab nəticə eləyəcək 23. Düzdür? Məsəl üçün 135'i necə yazacağıq? Təklik onluq 100'lük. Tək 10 100. 100 üstə gəlinsin 3 vurulsun 10. Üstə gəlinsin 5. Oldu bizdə mərtəbə vahidlərinin cəm formasında göstərilməsi. Yadınızda saxlayın ki, natural ədədlər özü ümumiyyət ədədləri biz birləşdiririk, belə deyək də ad veririk. Məsəl üçün, natural ədədlərimizin n hərfi ilə işarə edirik. İndi natural ədəd çoxdur axı, sonsuz saydadır. Biz onu müəyyən bir hissələrə bölürük. Məsəl üçün, bunu rəqəmlərinə görə bölürük. Deyək ki, bir rəqəmli. Məsəl üçün, bir rəqəmli olsun A. 2 rəqəmli olacaq A, B. Üzərindən də xətt çəkirəm ki, bu 2 rəqəmli ədəd göstərir. Sonra 3 rəqəmli olacaq bizdə A, B, C. Sonra 4 rəqəm olacaq A, B, C, D. Baxın, A bir rəqəmlidir. Bir rəqəmli ədədimiz bizdə bayaq dediyim kimi 0-dan ta 9'a qədərdir. Amma bir rəqəmli natural ədədimiz deyəndə burada bu 0'ı götürmürük. Çünki axı 0 bizdə natural ədəd deyil. 0'ı götürmürük 1-dən 9'a qədərini. İndi AB 2 rəqəmli ədəddir. 2 rəqəmli ədədlərimiz nədən başlayır? 10'dan başlayır ta nəyə qədər? 99'a qədər. 99 da daxil. Bu da 2 rəqəmli ədədimizdir. ABC-miz bizdə nədir? 100'dən başlayacaq ta gedəcək 999'a qədər. Bu da olacaq bizdə nə? 3 rəqəmli. 4 rəqəmimiz də yenə 1000'dən başlayacaq. 1000'dən başlayır 9999'a qədər. Baxın, indi biz hər bir ədədi ayrı-ayrılıqda mərtəbə vahidlərinin cəm formasında göstərmirik. Məsəl üçün, deyək ki, 3 rəqəmlini
hər hansı bir 3 rəqəmli ədədimizdir. Bunu mərtəbə vahidlərinin cəm formasında necə göstəririk? Yazıram təklik, onluq, yüzlük. Yazıram 100A, üstə gəlinsin 10B, üstə gəlinsin 1C. Tək, 10, 100. Deməli, istənilən 3 rəqəmli ədədi onluq mərtəbə vahidlərinin cəm formatında bu formada göstəririk. Onluq say sistemində yazılışda deyirlər, fərq etməz. Başa düşdünüz bunu? Məsələn, AB-nin açılışı olacaq tək 10. 10A, üstə gəlsin 1B. Bu olur bizdə 2 rəqəmli ədədlərin mərtəbə vahidlərinin cəm formasında göstərilməsi. Bunlar belə. İndi gəlin sizə natural ədədlərin əsas xassələri haqqında danışım. Baxın, natural ədədlərimizdə natural ədədlərimiz 1-dən başlayır. Natural ədədlərimiz sonsuz saydadır. 0 natural ədəd deyil. 0'ımız natural ədəd deyil. Sonra canım sizə desin, 0 natural ədəd deyil. Natural ədədlərin cəmi hasili həmişə naturaldır. Bəli. Baxaq, görək burada nə demək istəyir? Natural ədədlərin cəmi hasili həmişə naturaldır. Baxın uşaqlar, istənilən 2 dənə natural ədədi toplayanda nəticə həmişə natural verir. Gəlin bunu misal üzərindən görsədim. 5 üstə gəlsin 3 bərabərdir 8-ə, 3 üstə gəlsin 5 bərabərdir 8-ə. Nəticə gördünüz, dəyişmir. İstənilən, burada sözü deyirəm. İstənilən sözü bir də həmişə naturalla naturalı toplayanda nəticə natural verəcək. Heç bir ədəd verə bilməz. Bir də naturalla naturalı vuranda, 3'ü 5'e vuranda tutaq ki 15, 5'i də 3'e vursan, bu da 15 edir. Görürsünüz, nəticə bizdə həmişə nə oldu? Natural. Niyə burada bunların yerini dəyişib yazıram? Baxın, deyək ki, çıxmaya baxaq. 5'dən 3 çıxanda 2 edir, 3'dən 5 çıxanda mənfi 2 edir. Bu naturaldır, bu natural deyil, bu tamdır. Bu naturaldır, bu bizdə tamdır. Görürsünüz, naturalda natural çıxanda natural olur, bir səfərdə natural olmur. Deməli, naturalla naturalın fərqi həmişə ola bilməz natural. Natural ola da bilər, olmaya da bilər. Burada o qaydanı izah etməyə çalışır. Deməli, natural ədədlərimizin fərqi nisbəti naturaldır. Amma fərqin nisbəti natural ola da bilər, olmaya da bilər. Hasillə cəmi həmişə naturaldır. Bir də qüvvətimizdə əgər natural ədəddirsə, deyək ki, məsəl üçün 5 üstündə natural ədədin üzərində hər hansı bir natural ədəd varsa, o həmişə nəticədə natural alacaq. İndi ən böyük 3 rəqəmli, ən böyük 2 rəqəmli ədədlərin tapılmasını gəlin sizə izah edim. Məsəl üçün, deyək ki, hər hansı bir 4 rəqəmli ədəddir. A, B, C, D. Deyirəm ki, 4 rəqəmli ədəd olsun, amma ən böyük ədəd olsun. Axı, bizim rəqəmlərimiz nə idi? 0-dan 9'a qədər, düzdürmü? 0-dan 9'a qədərdirsə, biz ən böyük deyiriksə, ən böyük rəqəmimiz 9'dur da. Olacaq 9999. 3 rəqəmli olanda 999 olur. Deyirəm 4 rəqəmli olsun, amma ən kiçik olsun. Ən kiçik rəqəmimiz 0'dır. Amma 0 ilə birinci yer başlaya bilməz. Ona görə birinci 1 ilə başlayacaq, digərləri 0 olacaq. Deyirəm rəqəmlər müxtəlif olsun. Deməli, bura 9 yazırıqsa, bizim 10 dənə rəqəmimiz yox idi. Sonra o birisi 9 ola bilməz. Olacaq 8, 7, 6. Rəqəmləri müxtəlifdir. Məsəl üçün, ola bilər bizə şərt versin ki, rəqəmləri müxtəlif olsun. Amma tək olsun. Onda biz nə yazacağıq? 9875 yaza bilərik. Gördünüz? Rəqəmləri müxtəlifdir, həm də ədədimiz təkdir. Ən kiçikdə deyəndə, 4 rəqəmli ədəd deyəndə 1023'dür. Birinci 1 gəlir, sonra 2 gəlmir. Bəzi şagirdlərimiz 1000 belə yazır, sonra 2 gəlmir. Axı, bizim 0 rəqəmimiz də var. 1, 0, 23. Bu olacaq bizdə ən kiçik
natural ədədimiz 4 rəqəmlilərdə. Sonra gəlin indi sizə bir də bu kitabımızda qeyd etməmişəm mərtəbə və siniflərdən danışım. Deyək ki, hər hansı bir natural ədədi yazarkən, bir də oxuyarkən. Baxın, 1007 belə bir rəqəm yazım. Məsələn, bu rəqəmə baxanda sən bu rəqəmi ilk olaraq oxuya bilmirsən. Bilmirsən hansı ədəddir. Rəqəm deyəndə ədəddir. Hansı natural ədəddir? Ona görə nə edirik? Biz natural ədədləri oxuyarkən, bir də ki, yazarkən, onda biz bunu mərtəbə və siniflərə bölürük. İndi necə eləyirəm? Sağdan ədədimi 3-3 bölürəm. Bax, sağdan 3-3 böləndə alınan bu hissələr var ha. Bunlar bizdə adlanır siniflərimiz. Məsəl üçün, bura olacaq bizdə təklik sinifi. Sonra bu ikinci sinif olacaq minlik sinifi. Üçüncü sinif olacaq milyon. Dördüncü olacaq milyard. Beşinci olacaq trilyon. Görürsünüz, təklik sinifi, minlik sinifi, milyon sinifi, milyard, trilyon. İndi istəsən bunu bir 10 ədəd də artır, rəqəm də artıra bilərsən, fərqi yoxdur. Sənə əsas nə lazımdır? Sənə lazımdır ki, sən sinifi tanıya biləsən. Sən əgər sinifi tanıdınsa, istədiyin ədədi oxuya bilərsən və yaxud da istədiyin ədədi rahat yaza bilərsənsə, desələr ki, məsələn 5 trilyon 300 min belə. Sən əgər ardıcıllığı bilirsənsə, sinif mərtəbəni bilirsənsə, rahat işləyə bilərsən. Məsəl üçün, bir nümunə yazım, yenə birini yazaq. Məsələn, bu ədəddir, düzdürmü? Bu ədəd ilk olaraq bilmirik hansı sinifə aiddir, milyondurmu, milyardırmı, nədir bilmirik. Nə edirəm? Sağdan 3-3 böldüm. Sağdan 3-3 böləndə birinci gələn sinif, birinci sinif təklikdir. İkinci sinif bizdə mindir. Üçüncü sinif bizdə milyondur. Dördüncü sinifimiz bizdə milyarddır. Beşinci sinifimiz bizdə trilyondur. Nə bilim, sonra da ardı gedir də. Əsas bizə orta məktəb tapşırığında yəni milyarda qədər, trilyona qədər istifadə olunur. Sonrası lazım deyil. Deməli, bura oldu bizdə təklik sinifi. Sonra bizdə olur minlik, sonra gəlir milyon. Deməli, ədədimiz 893 milyon 345 min 678 imiş. Ədədimiz bundan ibarətdir. İndi baxın, sinif oldu. Sağdan ədədi 3-3 böləndə böldüyümüz hissələr siniflərdir. Rəqəmin tutduğu yeri isə onun mərtəbəsidir. Məsəl üçün, deyək ki, burada bu 7-nin tutduğu yer onun mərtəbəsi sayılır. Hansı mərtəbədir? Milyon, 10 milyon. 10 milyonluq mərtəbəmiz bizdə 7-yə bərabərdir. 100 milyonluq mərtəbəmizdə duran rəqəmimiz 8-dir. Başa düşdünüz bunları? Sonra bizdə gəlir. Məsəl üçün, deyək ki, bizə belə bir misallar verir. Deyək ki, verib 7835. Deyir, bu ədəddə neçə təklik var? Neçə təklik var deyəndə, bu təklikdir, düzdür? Bu qədər bizdə təklik olur. Təsəvvür edin, 7835 manatımız var. Onu 1 manat çevirirsiniz. Neçə dənə manat olacaq? Elə 7835 dənə təkliyimiz var. Təklik var. Bəs deyirəm, neçə dənə onluq var? Onluq olanda tək 10. Bax, bu qədər onluğumuz var bizdə. Onluq var. Tək 10, 100. 100 olanda 78 dənə yüzlüyümüz var. 7 dənə də bizdə nəyimiz var? Minliyimiz var. Bu bizdə yüzlükdür. Bu da bizdə minlikdir. Sonra gəlir bizdə cüt və tək ədədlər. Cüt və tək ədədləri yazım sizə. Cüt və tək ədədlər. Təklərimiz.
Baxın, cüt və tək natural ədədlər iki hissəyə bölünür də, belə deyək. Cüt ədədlərimiz, bir də tək ədədlərimiz. Sonu 1, 3, 5, 7, 7, 9 ilə bitən ədədlərimiz təkdir. Sonra 0, 2, 4, 6, 8 ilə bitən ədədlərimiz bizdə cütdür. Hətta bunların özü də cütdür. Bir dənə sıfırdan başqa. Sıfır axı bizdə naturalda sayılmır. Tək ədədlərimiz sonu 1, 3, 5, 7, 9-dan bitəndir. Cütlərimiz də 2, 4, 6, 8-dən bitən. İndi uşaqlar, cüt ədədin ümumi yazılış düsturu belədir. 2 vurulsun n. N burada daxildir natural ədədə. N-in yerinə istədiyin natural ədəd qoysan, sən nəticəni cüt alacaqsan. Gəlin həqiqətən bunu yoxlayaq. Görək doğrudurmu? Məsələn, N-in yerinə 1 yazsam, 1-i 2-yə vursam edəcək 2, N-in yerinə 2 yazsam, 2-ni 2-yə vursam 4, 3 yazsam 6, 4 yazsam 8 və yaxud da 5 yazsam 10. Görürsünüz, alınan nəticəmiz yalnız nədən ibarətdir? Cüt ədədlərdən. Tək ədədlərimizin yazılış düsturu. Baxın, cüt ədədimiz 2 vur n-dir, düzdürmü? Bu cüt ədədin üzərinə 1 əlavə etsək və yaxud da ki 1 çıxsaq, onda bizdə tək ədədə olur. 1 əlavə etsək 1 çıxsaq. 2n plus 1 həm də minus 1 də deyə bilərsiniz. 2-dən 1 çıxanda 1 edir. 2-nin üstə 1 gələndə 3. Gördünüz? Yenə tək ədəd alınır. Tək ədədlərin də yazılış düsturu bu formadadır. İndi bunlara uyğun gəlin sizə xassələrdən də deyim. Xassələrini təklə təki toplayanda uşaqlar bilirik ki, təklə 1 ilə 3-ü toplayanda cüt edir. Cütlə cütü toplayanda cüt edir. Təklə cütü toplayanda 1-in üstə 2 gələndə bizdə edəcək. 1-in üstə 2 gələndə edir 3, yəni tək edir. Sonra təki təkə vuranda yenə də tək edir. Təki cütə vuranda cüt edir. Sonra cütü cütə vuranda cüt edir. Nə bilim, təkin qüvvəti nə olur olsun, nəticə həmişə təkdir. Cütün qüvvəti nə olur olsun, nəticə həmişə bizdə cüt olur. Və bunları yadınızda saxlayın. Məsəl üçün, təkin qüvvəti nə olur olsun, tək olur. Gəlin buna bir misal yazım. 3 üstü 1. Nəticəm 3-dür. 3 üstü 2. 3-ə vuranda 9. 3 üstü 3. 27. Görürsən, alınan ədədlərimiz yalnız nədir? Təkdir. Ona görə tək üstü nə olur olsun, nəticə həmişə tək verir. Cüt üstü də nə olur olsun, nəticəmiz həmişə bizdə cüt verir. Sonra ardıcıl ədədlər uşaqlar 1-1 artır. Məsəl üçün deyək ki 5, 6, 7, 8 1-1 artır. Məsəl üçün birinci ədədimiz x-dir. Deyirəm bundan sonra gələn ədəd x plus 1-dir, x plus 2-dir, x plus 3-dür. Yəni bunlar da bu formada artaraq gedir. Bir dəqiqə. Sonra bizdə gələcək ardıcıl cüt ədədlərimiz və ardıcıl tək. Məsəl üçün deyək, ardıcıl cüt ədədlərimiz bir-birindən bildirir ki, 2 vahid fərqlənir. Düzdürmü? Birincimiz x-dirsə, sonra x plus 2-dir. Sonra x plus 4-dür. Sonra x plus 6-dır. Bunlar da bizdə ardıcıl cüt ədəddir. İstəsən tək ədəddə, məsələn, birinci ədədi x götürürsənsə, ardıcıl tək olanda o birisi də x plus 2-dir. Burada x-imiz bizdə, uşaqlar, x-imiz bizdə biz tək kimi götürmüşük. Məsələn, x-i 11 götürmüşük nəzərimizdə. X dəyişəndə axı, x-in yerinə istədiyin qiymət qoya bilərsən. Məsələn, x-i nəzərimizdə tək götürmüşük, 11 götürmüşük. 11-dən sonra gələn ədəd x plus 2-dir, yəni 13-dür. Burada 2 sizi çaşdırmasın. Və yaxud da ki, mən həmişə yazanda belə yazıram. Cüt ədəd deyirsə, 2n götürürəm. Sonra 2n plus 2 götürürəm. 2n plus 4 götürürəm. Bu formada, ardıcıllığı bu formada götürürəm. Tək də deyəndə birinci ədədimi 2n plus 1 götürürəm.
Sonra 2m plus 3 götürürəm. Sonra nə? 2m plus 5 götürürəm. Cüt deyəndə tənlik kimi istəsə bu formada, tək deyəndə tənlik kimi istəsə və bu formada götürürəm. Sonra bizdə uşaqlar görək nəyimiz var. Bölünmə əlamətimiz bilirsiniz də bölünən, bölən, var qismət, bir də qalıq. İndi bir ədəd digər ədədə böləndə o ya tam bölünür, ya da qalıqlı bölünür. İndi biz necə bilək ki, məsəl üçün 1783 bu 2-yə tam bölünür ya bölünmür və yaxud da ki 3-ə tam bölünür və yaxud da bölünmür. 4-ə tam bölünür və yaxud da ki bölünmür. Bunu bilmək üçün nə edirik? Bunu bilmək üçün bizim bölünmə əlamətlərimiz var. 2-yə bölünmə əlaməti. 2-yə bölünmə əlaməti sonu cüt olan ədədlər 2-yə tam bölünür. Bunun sonu təkdir. Görürsünüzmü? Deməli bu 2-yə bölünməyəcək. Sonu cüt rəqəmlə bitən ədədlərimiz 2-yə tam bölünür. Məsəl üçün 12 sonu 2 ilə bitir. Deməli 2-yə tam bölünür. 106 2-yə tam bölünür. Sonra 3-ə bölünmə əlaməti. 3-ə bölünmə əlaməti necədir? Baxın, 3-ə bölünmə əlaməti rəqəmlərinin cəmi. Məsələn 102. Rəqəmlərini toplayıram. Əgər topladığım ədəd bu 1, 0, 2. Aldığım nəticə 3-ə tam bölünürsə, deməli həmin ədəd 3-ə bölünəcək. Məsəl üçün 175. Bunu toplayanda 6, 6-nın da üstə 7 gəndə 13. 13 3-ə bölünmür. Qalıqlı bölünür. Deməli elə həmin bu ədədin özü də 3-ə bölünəndə qalıqlı bölünəcək. Və bir şeyi də yadınızda saxlayın ki, məsəl üçün bu rəqəmlər 3-ə bölünmə əlaməti nə idi? Rəqəmlərinin cəmi, düzdürmü? Rəqəmlərin cəmini 3-ə böləndə qalıq nə qalır? 1 qalır. Deməli elə sən bu ədədin özünü də 3-ə bölsən qalığı 1 alassan. Sonra bizdə məsəl üçün bir dənə də yazım 185 tutaq ki 9, 14. 14 bölünmür 3-ə, düzdürmü? 14-ü 3-ə böləndə qalıq neçə qalır? 2 qalır. Deməli 185-i də 3-ə böləndə qalıq həqiqətən də 2 qalacaq. Gəlin yoxlayaq. 2. Gördünüz? Qalığımız neçə qaldı? 2 qaldı. Sonra rəqəmlərinin cəmi bir də 9-a aiddir. 9-a bölünmə. Deyək ki 1933. Əgər bu ədədin rəqəmlərinin cəmi 9-a bölünürsə, ədəd 9-a bölünür. Bölünmürsə, deməli ədəd 9-a bölünmür. Məsələn bunu 5 yazacaq. Rəqəmlərini toplayanda 10, 18. 18 9-a tam bölünür. Bölündüyünə görə 2 düşür də. Onda bu ədədin özü də bizdə 9-a tam bölünür. Və bu sağ tərəfdə bir dəqiqə.